Salam, hər birinizin hər vaxtı xeyir olsun. Bugün ədəbiyyatdan bəzi açar məqamlara nəzər yetirəcəyik. Bəzilərinə belə deyək də gülməli gələ bilər və yaxud da ki, mənasız gələ bilər. Amma bəzi şagirdlər də var ki, həqiqətən çox çətinlik çəkirlər. Yəni öyrənməyə, yadda saxlamağa hər hansı bir, necə deyək, hər bir sözdə, hər bir nə bilim nağılda olsun və yaxud da nəzəriyyənin özündə olsun, hansısa bir açar məqam axtarırlar ki, onu öz beyinlərində daha yaxşı yadda saxlaya bilsinlər öz yadlarında. İndi bəzilərini qeyd eləyəcəm. Təbii ki, saymaqla bitməz. İndi bir neçəsini mən qeyd eləyəcəm. Məsələn, nəzəriyyədə bəhirlər. Bəhirləri əsasən uşaqlara izah eləyəndə, hansı ki, çətinlik çəkən uşaqlar var, bu formada, yəni yadda saxlaya bilərlər. Yəni bu formada mən öyrədirəm. Məsələn, rəməl fikir verir. Rəməldə l ilə bitir və ləngərləyə. Əslində dəvə yerişir, ləngərləyə, ağır bu formada izahı yəni bu cür verilir. Hər ikisi l ilə bitir, ləngərləyə. Yəni hərəsinə aid bir-iki söz əslində yadda saxlasaz bu bəhirlərə aid. Yəni testdə düşəndə rahatlığını tapmaq olur. Məsələn, müctəz kökündən kəsilmiş deməkdir. Müctəzin sonundakı təs, kəs, müctəz, kəs. Bu formada, yəni yadda saxlamaq olar. Həzəc c ilə bitir. Bax, həzəc, cəh. Xoşa gələn avaz mənasındadır. Səri s ilə başlayır. Səri, sürətli. Sonra rəcəz z ilə bitir. İztirab, əzab. Fikir verir, hər ikisinə z'lar var. Rəcəz, iztirab, əzab. Münsərih, ahıcı deməkdir. Sonra gəlirik qəstənin növləri. Qəstənin növləri, məsələn, burada nəyi qeyd etmək istəyərəm? Hansı ki, məzmununa görə növləri var. Münacatdır, nətdir, məthiyyədir, fəxriyyədir, mərsiyədir, həcvdir. Sıralanması belədir. Ən böyük başda olan nədir? Allah, sonra gəlir Peyğəmbər, sonra hökmdarı, hansısa bir dövlətin nə olur? İndiki vəziyyətdə prezidenti, yəni hökmdarı o dövrün. Sonra gəlir təbii ki, özünü tərif edəcək. Sonra artıq bundan sonrası baxırıq, nə edirik? Kimisə vəfatına, hər hansı bir tanınmış bir şəxsin də ola bilər vəfatına, yəni yazılan mərsiyə, həcv isə kimisə konkret bir şəxsi tənqid etməkdir. Öz əsərlərinə həcv yazır, kimisə həcv yazılır. Bu formada biz eşidirik. Yəni kimisə tənqidi bir əsər yazır. Minacat Allahın, nət Peyğəmbərin, məthiyə hökmdarın, fəxriyyə, fikir verin, fəxr, özü ilə fəxr eləyir, özünü tərif eləyir, fəxr. Mərsiyədə kimisə vəfatına yazılır. Yəni bu formada belə, yəni ardıcılıqla əzbərləyib sıralamanı da bu cür, yəni Allah, Peyğəmbər, hökmdar özü. Yəni belə yadda saxlamaq olar. Minacat, nət, məthiyə, fəxriyyə. Məth, hökmdar, fəxriyyə, fəxr etmək. Yəni özü ilə fəxr edir, özünün tərifi. Belə. Sonra var qoşmanın məzmuncu növləri. Burada redaktördə səhv gedib qoşmanın. Qoşmanın məzmuncu növləri. Gözəlləmə adından bəlli olduğu kimi gözəllərin tərifidir. Ustadnamə burada hansı deyilən bir hikmətamiz qoşmalardır. Hansı qoşmanın tərkibində bir hikmətamiz ifadələr özü əksini tapır. Bunda ustadnamə, ustadların dediyi. Bizə əsasən ustad nədir? Nəyinsə ustadı olmaq, hansısa bir işin ustadı olmaq, peşəkarı olmaq, düzdür, çox bilən və yaxud da bir şəxs mənasındadır. Hikmətamiz sözləri kim deyər? Nəyinsə bir ustad deyər də, məsəl üçün, yəni yadda saxlamaq üçün deyirəm. Ustadnamə, ustadların dediyi hikmətamiz qoşmalar. Bu formada yadda saxlama olar. Vücudnamə, adında fikir verin, vücud var. Vücud nə deməkdir? Bədən. Vücud, bədən, yəni insanın müxtəlif yaş dövrlərini əhatə edən qoşmalardır. Ta 5 yaşından tutmuş, yəni ölümünə qədər olan da yəni əhatə eləyə bilər. Qıfılbənd, fikir verin, qıfıl. Qıfıl nə deməkdir? Açar. Hansısa bir şey qıfıllıdır, tapmaca xarakterlidir. Tapmaca xarakterli, tapmacada nə olur? Hansısa bir şey açarda, qıfılda olur, biz onu açıb deyirik, düzdür? Qıfılbəndə də qıfıl, adından bəlli olur. Tapmaca xarakterli olur, dəyişmə olur, əslən iki aşığın dəyişməsi, bir-birini elə bil dəyişirlər. Belə indiki dövrümüzün meyxanaları kimi. Dəyişmə xarakterli olur. Sonra qeyd edə bilərik burada povest. Povest, buradakı s ilə yadda saxlamaq olar ki, povest s. Yalnız nəsrlə yazılır. Nəsrdə də fikir verin, s var, amma nəzmdə yoxdur.
Sonra sonuncu dərzi şagirdi Əhməd nağılı ilə bağlı hansı ki 3 şərt var idi. Firəng padşahı qoymuşdu. Bu şərtləri, yəni bir-bir ardıcıllığı necə yada saxlayarıq? Fikir verirsiniz, ilk şərt nə idi? Qız və oğlanları ayırd etməkdir. İkinci şərtimiz atların yaşı idi. Üçüncü isə almalar idi. Baxın, fikir verin, şuurlu varlıqdan şuursuza doğru gedirik. Ən şuurlu varlıq nədir? İnsanlar, yəni qız oğlanı tapmaq. Sonra gəlir artıq canlılar, canlı, ikinci canlımız atları, sonra üçüncü cansız artıq almalara. Yəni şuurlu canlılardan belə deyək də cansıza doğru ən adi zirvədən belə deyək də aşağı zirvəyə doğru gedirsiniz. Ardıcıllığı bu formada yadda saxlamaq olar. Çünki bizə əsərlərdə şərtlərin ardıcıllığını soruşur. Bir də şərtlərdə bilməqam deyim. Hər bir şərtin əvvəlində Əhməd hansısa bir öz şərtini qoyur da, düzdür deyir, mən məsələn qız və oğlanları ayırd eləyərəm, amma məni nəyin öz qızından nişanlandır. Sonra nə edir? İkinci dəfə deyir ki, məni atların yaşını deyərəm, amma mənim kəbinimi kəsdir. Sonra üçüncüdə almalar deyir ki, mənim toyumu elə, yəni onunla evləndir. Qızından evləndir. Və hər bir şərti də açıqlamamışdan öncə Əhməd, hər bir şərti açıqlamamışdan öncə nə edir? Birinci öz şərtlərini aşağı basa yerinə yedirtdirir sonra. Yəni şərti açıqlayır, deyir. Yəni birinci məsələn Əhmədi nişanlayır. Nişanı olur, ondan sonra çıxır, nə edir? Cavabları deyir Əhməd. Yəni bu da tədbirli olmağı özünü göstərir. Bu da son. Təbii ki, izahlar çoxdur. Yəni hər bir əsərə aid hansısa bir açar məqamları qeyd edirik ki, daha yaxşı yadda qalsın. Amma yəni bir neçəsini təbii ki, bura sıxışdıra bildim. Yenə də kömək oldumsa, nə xoş mənə.